Salam mənim əzizlərim. 15-21 dekabr həftəsi buğalar üçün sakit, balanslı keçəcək. İşdə səbirli olmaq, detallara diqqət yetirmək faydalıdır. Sevgi münasibətlərində anlayış, sakit ünsiyyət önəmli olacaq. Sağlamlıq üçün də mütləq və mütləq istirahət tövsiyə olunur. Görək kartlar bizə həftəlik nə vəd edir. Deməli, instinkt, daxili hisslərinizdən istifadə edərək həyatınızı müsbətə doğru dəyişə bilərsiniz. Səbirli olmalısınız, diqqətli davranmalısınız ətrafındakılara qarşı. Yaxın gələcəkdə emosional gərginlik, narahatlıq, kiminsə sizin əleyhinizə nələrdənsə istifadə etməyi, bu sizdə narahatlıq hissi yarada bilər. İndiki olduğunuz vəziyyətdən uzaqlaşmaq istəyirsiniz, qurtulmaq istəyirsiniz. Amma çox az qaldı. Yaxın gələcəkdə maddi, ruhi baxımdan zəngin, xoşbəxt bir dövr başlayır sizin üçün, hər bir baxımdan. Səbir. Tövsiyə olunur ki, çox fikir eləməyin. Yaxın gələcəkdə sizə kimsə kömək edəcək. Həmin o adam etibarlı biridir. Ümumilikdə deyək, ümumiləşdirək, gələcəkdə həyatınıza müsbət dəyişikliklər etmək üçün daxili hisslərinizə güvənməyiniz çox önəmlidir. Qarşınıza çıxan situasiyalarda daxili səsiniz sizə doğru qərar verməyə kömək edəcək. Eyni zamanda səbirli, diqqətli olmaq vacibdir. Başqalarının səhvlərinə qarşı, belə deyək də, ehtiyatlı davranmalısınız, emosional reaksiyalar verməməlisiniz. Sonra buna baxmayaraq həyatınızda maddi, ruhi baxımdan zəngin, xoşbəxt dövr sizi gözləyir, sizə kömək edəcək etibarlı, təsirli dostlarınız olacaq. Hamısı, yəni ki, bu yaxın gələcəkdə sizi dəstəkləyəcək. Hər şeyin zamanla yoluna qoyulacağını, narahatlığın uzun müddət olmayacağını bilməyiniz lazımdır. Bəzi vəziyyətlərdən uzaqlaşmaq, bəzi hallardan, bəzi insanlardan qurtulmaq vaxtı gəlib çatıb. Bu sizə rahatlıq və yeni imkanlar gətirəcək. Bu qədər.